Salam, mən Fizik Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün hazırlanmış ödənişsiz sınağımızın izahını sizinlə bölüşəcəm. Birinci sualımız belədir. Ümumiyyətlə deyim ki, bu sınaqda üstünlük verilib əsasən kater məsələlərinə. Çünki çox şagirdin çətinlik çəkdiyi mövzulardan biridir. Katerin sürəti 22-dir, yəni V kater 22-dir. Çayın sürəti, yəni V çay 3'dür. Biz də bilirik ki, axın ilə dedikdə katerin sürəti ilə çayın sürətini toplayıb zamana vurduqda S almış oluruq. Yəni S bərabərdir V kater üstə gəl V çay vurulsun T. 22'nin üzərinə 3 gəldikdə 25, onu da 5'ə vurduqda 125 kilometr. Doğru cavab A bəndi. İkinci sual, kater çayın axını ilə 2 saatda 74 kilometr gedirsə, deməli V kater üstə gəl V çay vur 2 bərabərdir 74'dür. Bu zaman V kater üstə gəl V çayı tapmaq üçün 74'ü 2'yə bölürük, edir 37. Çayın axma sürəti 6'dır, yəni V çay 6'dırsa, V kateri tapmaq üçün biz 37'dən 6'nı çıxırıq, 31. Mənə deyir ki, axına qarşı sürəti, axına qarşı neçə kilometr yol gedər demir. Sürətini istəyir. Axın ilə sürət istəyəndə toplayırdıq. Axına qarşı sürət istəyəndə isə çıxırdıq. Yəni V katerdən V çayı çıxırıq. 31'dən də 6'nı çıxanda doğru cavab 25 D bəndi etmiş olur. Üçüncü sual. Teplaxod çayın axını ilə 5 saatda 100 kilometr gedir. Axın ilə deyir V kater üstə gəl V çay vurulsun 5 bərabərdir 100. V kater çayın sürəti də verib 2'dir. Üstə gəl 2 bərabərdir. 100'ü bölürəm 20. 100'ü bölürəm 5'ə 20 dedik. 100'ü bölürük 5'ə 20. V katerdə bərabərdir. 20'dən də 2 çıxırıq 18. V kater 18'dir. İndi deyir axına qarşı. Axına qarşı deyəndə V katerdən V çayı çıxırdıq. 160 kilometri neçə saata gedər? Bax, bizdən T-ni istəyir, saatı istəyir. T-ni tapmaq üçün nə edirdik? Yolu sürətə bölürdük. S-i V-yə bölürdük. Sürət axına qarşı olduğu üçün bunların fərqinə bərabərdir. Yəni 18'dən 2 çıxdıq, 16'ya bərabərdir. S-imizdə 160'dır. 160'ı da 16'ya böləndə doğru cavab edir 10 C bəndi. 14. Katerin sürəti 30'dur, çayın sürəti 6'dır. Kater 3 saat axın ilə gedib. Axın ilə gedəndə nə edirdik? 30 ilə 6'nı toplayıb 3'ə vururduq. Yəni 36'nı vururuq 3'ə, edir 108 kilometr. 6 saatda axına qarşı gedib. Axına qarşı deyəndə nə edirdik? Sürətləri fərqini tapıb 6'ya vururuq. 30'dan 6 çıxdıq 24, 24'ü də 6'ya vurduq 144 kilometr. Bizdən nə istəyir? Bizdən bunların cəmini istəyir. O deyilir 252 kilometr. Görsəsində hər şey düsturdan irəli gəlir. Düsturu bildikdən sonra qalanı çox sadədir. Çayın axını ilə 87 kilometr gedir. Axına qarşı 126 kilometr gedir. Teplaxodun sürəti 25'dir, yəni V katerimiz 25'dir. Çayın sürəti, yəni V çayımız 4'dür, saatı istəyir. Axın ilə 87 kilometr gedibsə, 87'ni bölürəm axın ilə deyəndə nə edirdik? 25 ilə 24'ü toplayırdıq. Yəni 87'ni bölmək lazımdır 29'a. Deməli 3 saat axın ilə gedib. Axına qarşı 126 kilometr gedib. Axına qarşı da gedəndə sürətlərin fərqini tapırdıq. Yəni 25'dən çıxdım 4'ü, 126'nı bölürəm 21'ə. Bu deyir 6 saat. Bizə deyir ki, bütün yola nə qədər vaxt sərf edib? 3 saat, 6 saat doğru cavabımız olacaq C bəndi. Qayıq çayın axınına qarşı 4 saatda 56 gedibsə, bax, axına qarşı deyir, çayın sürəti də 2'dir. V kater çıx 2 bərabərdir. 56'nı bölmək lazımdır 4'ə ki, bunların sürətini tapaq. 14. Onda V kater bərabərdir. 14'ün üstünə 2 gəldi 16'ya. İndi deyir, qayıq 5 saat axın ilə gedəcək. Nə gözəl. 5 saat gedir.
axın ilə gedirsə, sürətlərini toplamaq lazımdır. 16 1-dir. Çayın da sürəti 2-dir. Yəni 18 vurulsun 5-dir. O da edir 90 kilometr. Doğru cavab olacaq D bəndi. Sal çayın axını ilə 5 saatda 20 gedirsə, bax biz nəyi bilirik? Katerdir, qayıqdır, motorlu olur, amma salda motor olmur. Sal yalnız motoru yoxdur deyə öz sürəti yoxdur. Salın sürəti çayın sürətinə bərabərdir. Çayın sürəti 4-dürsə, salın da sürəti 4 olacaq. Çayın sürəti 10-dursa, salın da sürəti 10 olmuş olacaq. Çayın axını ilə 5 saatda 20 gedirsə, deməli mən bildim ki, və çayı tapmaq üçün 20-ni 5-ə bölürük, 4-dür. Çayda sürəti 10 dəqiqədə 5 kilometr olan bir kater. Bax, katerdən söhbət gedir. Və çayı tapdım artıq mən. Çayda deyir sürəti 10 dəqiqədə 5 kilometrdirsə, 60 dəqiqədə, yəni 1 saatda nə qədər gedir? Onu 6-ya vurmuşam, 60 olub. Deməli 5-i də 6-ya vururam, 30 kilometr etmiş olur. İndi deyir, axın ilə olanda biz bilirik ki, katerin sürəti ilə çayın sürətini toplamalıyıq. 8 saat deyir deyə də 8-ə vurmalıyıq. Yəni 34-ü vururuq 8-ə, o da edir 272 kilometr B bəndi. 18. Çay boyunca iki körpü arasındakı məsafə 90 kilometrdir. Kater bu məsafəni axın ilə 6 saata, sal isə 15 saata gedir. Kater iki körpü arasındakı məsafəni neçə saata gedib qayıdır? Bizdən teyini istəyir. İlk olaraq mən bildim ki, S-im 90-dır, məsafəm 90-dır. Kater bu məsafəni axın ilə, yəni V kater üstə gəlinsin V çay vur 6 bərabərdir 90. Bu zaman nə öyrənə bilərəm mən buradan? V kater üstə gəl V çayın neçə olduğunu bilə bilərəm. Yəni 90-ı böldüm 6-ya 15. Salı isə 15 saata gedir. Yəni biz də nə bilirik? Salın sürəti çayın sürətinə bərabərdir. Yəni V çayı vuranda 15-ə 90 edirsə, V çayı tapmaq üçün 90-ı bölürəm 15-ə. O da edir 6 saat. V çayım 6-dır. İndi mənə deyir, kater iki körpü arasındakı məsafəni neçə saata gedib qaydar? Çox gözəl. Mən getməyin onsuz da bilirəm ki, axın ilə gedəndə 6 saata gedir. Qaydanda amma axın ilə olmur axı, axına qarşı olur. Yəni 90-ı bölmək lazımdır. Axına qarşı deyir deyə. Bax, V çayım 6-dırsa, V katerim onda 9-dur. Çünki 9-un üstünə 6 gələndə 15 edir. İndi axına qarşı deyir deyə V katerdən V çayı çıxmaq lazımdır. 9-dan 6-nı çıxıram, edir 3. 90-ı da bölürəm 3-ə, edir 30. 30 saata qayıdır, 6 saata da getmişdir. Deməli 36 D bəndi etmiş olacaq. 9-cu sualda deyir, kater axma sürəti saatda 5 kilometr olan çayda. Yəni V çayımız 5-dir. Axın ilə 4 saata gedir. Axın ilə, yəni V kater üstə gəlinsin 5, vurulsun 4. Axına qarşı da nə deməkdir? V kater çıxılsın 5, vurulsun 6. Məsafəm eynidir, düzdürmü? Getdiyi yolda, qayıtdığı yolda bir-birinə bərabərdir. Biraz sadələşdirək. 4V kater üstə gəlinsin 20 bərabərdir. 6V kater çıxılsın 30. 4V kater 6V katerin yanına gedəndə qalır 2V kater bərabərdir. 30 ilə də 20-ni topladım, elədi 50. V kater bərabərdir 25. V kater 25-dir. O zaman biz istənilən, yəni tərəfdə tapsaq, fərqi yoxdur. Yenə də eyni cavab çıxacaq. Çünki 25 üstə gəl 5 edir 30. 30-u da vururam 4-ə, cavab edir 120. Bax, burada da qoysaz, 25-dən 5-i çıxdım. 20, 20-ni 6-ya vurdum, 120. Deməli, iki körpü arasındakı məsafə 120 kilometrdir. Son sualımız belədir.
Öz sürəti saatda 20 olan kater axın ilə 300 kilometr məsafəni səyahətə çıxır. Bax, hər şeyin düsturunu yazın. Öz sürəti 20-dir, yəni V kateri 20-dir. V çayı bilmirəm. Axın ilə 300 kilometr məsafənin səyahətə çıxır və yolun yarısını 6 saata gedir. Yolun yarısını 6 saata gedirsə, yolun yarısı 150 kilometrdir. Bu zaman 20 üstə gəlinsin V çay bərabərdir. 150-ni bölək görək 6-ya, 25-dirsə V çayımız 5-dir. Bunu tapdıq. Deyir, qalan yarısında sal davam etdirir. Qalan yarısı nə qədərdir? 150 kilometrdir. Və qalan yarısında salın sürəti də 5-dir axı. 150-ni 5-ə böldüm 10. 10 saat. 10 saat bu getdi. Salın belə deyək. 10 saatda salın getdi. İndi deyir, kater bütün yolu neçə saata gedib? Baxın, indi məndən kater istəyir. Mən nə edəcəm? Mən tapdım ki, V çayım 5-dir. Yolun yarısını 6 saat getdikdən sonra qalan yarısını sal davam etdirir. Kater bütün yolu deyir neçə saata gedib? Söhbət katerdən gedir. Biz V çayı tapmışıq 5-dir. Burada 150-ni 5-ə bölüb 10 yazmışıq. 150-ni 5-ə böləndə edir 30. 30 saat buradadır. İndi deyir, bütün yol, yəni neçə saata gedilib? Bizdən bunu istəyir. Burada kater sözü sizi çaşdırmasın. 30 saat birdir. 6 saatda öncədən getmişdi. 36 saat doğru cavab olacaq. D bəndi.